Güvəndiyimiz dağlara qar yağır sizcə? Bəlkə də yağmalıdır. O qədim xəyali dağlara, kənar hadisələrə, başqa insanlara dəyişəcəyinə ümid etdiyimiz hər şeyə qar yağması əslində təbiətin bizə ən böyük lütfüdür. Çünki o qar yağmasa, biz hələ də bizə aid olmayan soyuq və əlçatmaz zirvələrdə isinəcəyimizi xəyal edərdik. Biz çox vaxt daxili tarazlığımızı başqalarının rəyi və xarici şərtlər üzərində inşa edirik. O insan yanımda olsa xoşbəxt olaram, bu iş düzəlsə rahatlayaram. Dediyimiz hər an öz evimizin açarını başqasının cibinə qoyuruq. O dağlara qar yağanda isə sarsılırıq. Amma o qar bizə bir həqiqəti pıçıldayır. Kənarda daimi olan heç nə yoxdur. Xarici dəyişikliklərlə daxili boşluğu doldurmağa çalışmaq süzgəclə su daşımağa bənzəyir. Günün sonunda hər birimiz öz həqiqətimizlə baş-başa qalırıq. Həyat bizə hər zaman istədiyimizi vermir, amma hər zaman ehtiyacımız olanı güzgü kimi qarşımıza qoyur. Əsl özünü sevmə, hər şey qaydasında olanda özünə gülümsəmək deyil. Əsl özünü sevmə, o güvəndiyin dağlara qar yağanda, xarici dayaqların sarsılanda öz əlindən tutub mən buradayam və mənə yetərliyəm deyə bilməkdir. Bu bir növ öz daxili iqlimini yaratmaqdır. Kənarda boran ola bilər, insanlar gəlib gedə bilər, qapılar üzünə bağlana da bilər. Amma sən özünə qarşı şəfqətli olanda daxilindəki sönməz odu kəşf edirsən. Unutma, ən təmiz sular qarlar əriyəndə yaranır. Bugün yaşadığın o soyuq üzləşmə sabah ruhunun susuzluğunu yatıracaq ən gür bulağın başlanğıcıdır. Sənin daxili günəşin kifayət qədər parlaqdırsa, hər bir qar dənəsi sənin üçün sadəcə mənzərənin bir hissəsi olacaq. Sən özlüyündə bütövsən. Dağlara qar yağır, yağsın. Qoy dünya dəyişsin. Sənin daxili sığınacağın həmişə isti və işıqlı olsun.